biznesim qaydasındadır. Tənqid olanda ən çox eşitdiyimiz cümlə budur. Amma problem çox vaxt göz qabağında olur, sadəcə adi hala çevrilib. 1987-ci ildə Alcoa'da da belə idi. Yeni CEO Paul O'Neill aksionerlərin qarşısında satışdan yox, təhlükəsizlikdən danışdı. Şüar yox, sistem qurdu. Problem gizlədilmədi, səbəb tapıldı, proses dəyişdi. Nəticə, insanlar qorxmadan danışdı, problemlər tez çıxdı, biznes böyüdü. Biznes qaydasında ola bilər, amma bu, daha yaxşı ola bilməz demək deyil. Xidmət biznesində səssiz problem var, itən müraciətlər. Cavabsız zəng bərabərdir itən müştəri. Kallaba virtual ATS. Cavabsız zənglərə avto geri zəng. Zəng birbaşla cavabdeh menecerə. Statistika harada itiririk. Əgər bunlar sənə də maraqlıdırsa, demo yaz, pulsuz sınaq müddətindən istifadə et.